Ömür boyu öyrənmənin arxasında əslində bir fəlsəfə yatır. Bu fəlsəfənin əsas mahiyyəti nədir? Təhsilin əlçatanlığının və cəlbediciliyin artırılması. Yəni biz necə edək ki, yaşından, əvvəlki təhsilindən, işindən, yerləşdiyi məkandan asılı olmayaraq hər bir kəsin öyrənmə imkanlarına çıxışı təmin olunsun. Azərbaycan Respublikasının təhsil inkişafı üzrə dövlət strategiyasında 5 strateji məqsəddən biri ömür boyu təhsili, ömür boyu öyrənməni təmin edən təhsil infrastrukturunun yaradılmasıdır. Bu strategiya qəbul olunmuş 2013-cü ildə, bu müddət ərzində, bu 12 il ərzində çoxsaylı suallar var ki, bəs belə infrastruktur özündə nəyə etibar edir? Nə deməkdir ömür boyu öyrənmə? Və bu infrastrukturu başa düşmək üçün biz gələk ilk növbədə ömür boyu öyrənmənin, ömür boyu təhsilin nə olduğunu başa düşək. Və mənim özümün tədqiqatında da, dissertasiyamda əhatə elədiyim mövzu da məhz budur və orada keçirilmiş tədqiqat ərzində mənim qarşılaşdığım suallardan biri ondan ibarətdir ki, bir çox müəssisə, bir çox ekspert ömür boyu öyrənməni əlavə təhsili əvəz edən yeni bir termin kimi baxır. Yəni onların gözündə ömür boyu təhsil, fasiləsiz təhsil, əlavə təhsil hamısı eyni mənanı kəsb edir. Amma baxdıqda görərik ki, ömür boyu öyrənmənin arxasında əslində bir fəlsəfə yatır. Bu fəlsəfənin əsas mahiyyəti nədir? Təhsilin əlçatanlığının və cəlbediciliyin artırılması. Yəni biz necə edək ki, yaşından, əvvəlki təhsilindən, işindən, yerləşdiyi məkandan asılı olmayaraq hər bir kəsin öyrənmə imkanlarına çıxışı təmin olunsun və bu öyrənmə faydalı olsun və nəticələri tanınsın. Burada söhbət təkcə formal təhsildən getmir. Bu eyni zamanda qeyri-formal təhsilə aiddir və informal təhsilə aiddir. Ona görə biz ömür boyu öyrənmənin təmin edilməsi deyəndə, ömür boyu öyrənmənin təşviqi deyəndə gələk nəzərimizdə təkcə formal təhsili saxlamayaq. Bu həm qeyri-formal təhsilə aiddir, həm də informal təhsilə aiddir. Amma əlavə təhsilə baxsaq, çünki niyə əlavə təhsil deyirəm? Çünki əlavə təhsillə ömür boyu öyrənmə, ömür boyu təhsil adətən bir-biri ilə bərabər tutulur. Əlavə təhsilin bizim təhsil haqqında qanunda da verilmiş spesifik bir tərifi var. Ki, bu təhsil dövlət ali təhsil, peşə təhsili və orta ixtisas təhsili barədə dövlət sənədi olmuş şəxslərin, bu təhsili almış şəxslərin əlavə təhsil etməyini təmin edir. Yəni, əlavə təhsil üçün artıq bir dənə prerekvizit var. Sizin əvvəlki təhsiliniz olmalıdır. Ömür boyu öyrənməsi dediyimiz ki, bu bir fəlsəfədir. UNESCO-nun ömür boyu öyrənmə institutu var. Həmin institutun apardığı araşdırmalarda ömür boyu öyrənmənin 5 dənə xüsusiyyəti verilib. Birinci xüsusiyyət odur ki, bu heç bir yaş məhdudiyyəti yoxdur. Yəni, siz istənilən yaşda bu insanın doğumundan həyatının sonuna davam edən bir prosesdir. İkinci vacib bir məqam, əvvəlki təhsilə dair bir tələb yoxdur. Və ya biz deyirik, əlavə təhsildə belə bir tələb var ki, sizin ya ali təhsiliniz, ya peşə təhsiliniz və ya orta ixtisas təhsiliniz olmalıdır ki, siz əlavə təhsil imkanlarına çıxışınız olsun. Bu da ikinci məsələ. Üçüncü məsələ, bu hər hansı bir formal təhsilin hər hansı bir pilləsi ilə məhdudlaşmır. Yəni, hər hansı bir təhsil pilləsində, səviyyəsində bu baş tuta bilər, əgər formal təhsil prizmasından baxsaq. Digər bir vacib məqam, bu yalnız iqtisadi məqsədlərə xidmət etmir. Düzdür, bu gün ömür boyu öyrənmə əsasən iqtisadi problemlər fonunda, kadr çatışmazlığı məsələləri fonunda təşviq olunur. Yəni, əsasən biz bunu niyə deyirik? Çünki iqtisadiyyat sürətlə dəyişir, bəzi peşələr aktuallığını itirir və insanlar daim öz bacarıqlarını, öz biliklərini artırmaq məcburiyyətinə qarşı-qarşıya qalır. Amma ömür boyu öyrənmə təkcə bu məqsədə xidmət etməyə bilər. Yəni, sizin istədiyiniz, öz marağınızdan gələn bir məqsəd nəsə öyrənirsinizsə, bu da öyrənmə sayılır. Yəni, mütləqdir ki, siz harasa gedəsiniz, nəyisə öyrənəsiniz, sırf məşğulluq məqsədi ilə, özünüzdə daha yaxşı məşğulluq imkanları yaradasınız. Beşinci vacib məqam isə bu öyrənmənin baş tutduğu məkana dair bir tələb yoxdur. Yəni, bu öyrənmə istənilən yerdə baş tuta bilər. Siz Courseradan da bir kurs götürə bilərsiniz, evdə informal təhsillə də öz bacarıqlarınızı inkişaf edə bilərsiniz və müxtəlif formada və yaxud hansısa bir təhsil müəssisəsində. Ömür boyu öyrənmənin mahiyyəti budur. İndi keçdik ömür boyu təhsilli, ömür boyu öyrənməni təmin edən təhsil infrastrukturu nədir? Əvvəldə də qeyd etdiyimiz kimi bu infrastrukturun belə deyək də, belə fundamental səviyyədə baxsaq, iki əsas məqsədi var da. Birinci, təhsilin əlçatanlığının artırılması, digəri isə təhsilin cəlbediciliyin artırılması. Yəni, təhsil insanlar üçün faydalı, yararlı və öyrənmə cəlbedici olsun. Yəni, insanlar bunun faydalarını hiss edib tətbiq edə bilsinlər.
Ömür boyu öyrənməni biz həm formal təhsil vasitəsilə təşviq edə bilərik, həm də bayaq qeyd etdiyimiz kimi qeyri-formal və informal təhsil vasitəsilə. İndi əsas məqamlardan biri, gəlin formal təhsilə baxaq. Formal təhsilə baxdıqda bunun iki, belə deyək də, istiqaməti var. Birinci, formal təhsilin əlçatanlığı. Burada məqam nədir? Burada biz əlçatanlıq dedikdə təkcə bu vertikal artım yox, həm də horizontal artım nəzərdə tutulur. Bu nə deməkdir? Yəni bir ənənəvi seqment var ki, formal təhsil əsasən dedikdə ali təhsil pilləsi əhatə olunur, çünki əsas kadr təminatçısı kimi. Ali təhsilə təkcə eyni seqmentdə qəbul olanların yox, eyni seqment nədir? Tam orta təhsili bitirib dövlət imtahan mərkəzinin həyata keçirdiyi imtahanlar vasitəsilə qəbul olanlar. Təkcə eyni seqmenti yox, ali təhsilin o inklüzivliyini təmin etmək. Yəni müxtəlif insanları ali təhsilə cəlb etmək. Yaşadığı regiondan, sosial durumundan asılı olmayaraq, maddi durumundan asılı olmayaraq. Cəlbedicilik isə biz necə elə ki, bu insanlar təhsilə cəlb olunduqdan sonra, qəbul olunduqdan sonra bunlara belə deyək də təhsil almaq rahat olsun. Bura nə aiddir? Bura aiddir ona deyilən ingiliscə mode of delivery, site of delivery, bir də timing of delivery. Yəni necə edək ki, tutaq ki, deyirəm də 40 yaşında bir adam var. O təhsil almaq istəyir. O 9-6 arası səhər çağı dərs olsa bu işdə olur. Bunun üçün belə bir şərait yaradılmalıdır ki, bu işi ilə paralel dərsini də ala bilsin. Belə olan halda sadə nümunələr nədir? Axşam dərsləri, həftə sonu dərsləri və yaxud onlayn dərslər olur, hibrid təhsil olur ki, bu adamlara oxuyaraq işləməkdə rahat olsun. Bu sadəcə bir nümunədir. Digər bir nümunə alternativ qəbul imkanlarının yaradılmasıdır. Yəni siz təkcə bir yolla qəbul olmaq imkanınız yoxdur, alternativlər də var. Məsəl üçün və yaxud başqa bir nümunədən baxsaq, siz gəlmisiniz, müəyyən artıq peşəkar təcrübəniz var və gəlirsiniz, həmən biliklərinizi sübut eləməklə topladığınız bilik və bacarıqları təsdiqini tapır və siz onun qarşılığında artıq müəyyən kredit alırsınız və nəticə etibarilə siz müəyyən kurslardan azad olursunuz. Sizin aldığınız fənlərin sayı azalır və siz beləliklə təhsil proqramını əgər ənənəvi yolla gəlsəydiniz, məsəl üçün deyirəm, 4 ilə qutaracaqdınız, sizə təhsil daha 2 ilə qutara bilirsiniz. Həm xərclərinizə qənaət edirsiniz, həm də daha qısa müddətdə bir kvalifikasiya ələnmiş olursunuz. Yəni bu isə görün nə qədər insanın kvalifikasiyalara marağını artıracaq. Bu digər bir məqam. Ümumən götürəndə ömür boyu təhsil infrastrukturuna belə baxsaq ki, bu özündə nə elementləri var? Biz burada xüsusilə 4-5 elementi vurğulaya bilərik. Birinci element bu qeyri-formal və informal təhsilin tanınmasıdır. Yəni qeyri-formal və informal təhsil vasitəsilə əldə etdiyimiz bilik və bacarıqları tanıyırıq və onların qarşılığında müəyyən kreditlər alırıq və ya gətirdiyimiz nümunəyə birləşdirsək və ondan sonra biz formal kvalifikasiyanı almaq bizə daha rahat olur. İkinci bir element bu kredit toplanması və transferi sistemidir. Bizdə hal-hazırda ali təhsilin bakalavr, magistratura, orta ixtisas və yüksək peşə təhsili səviyyəsində bu kreditlər verilir və dediyimiz kimi bu kreditlərin mənası nədir? Tutaq ki, dedikdə bizim təhsil haqqında qanunumuzda da belə bir maddə var ki, sizin bakalavra qəbul olanların yüksək texniki, orta ixtisas və yüksək texniki peşə təhsili səviyyəsində topladığı kreditlər tanınır. Yəni siz eyni kurs, bayaq dediyimiz kimi eyni kursları yenidən keçmirsiniz. Təhsilinizi daha qısa müddətdə tamamlaya bilirsiniz. Üçüncü bir element bizim ölkəmizdə də bu 2018-ci ildə qəbul olunub. Bu milli kvalifikasiyalar çərçivəsidir. Milli kvalifikasiyalar çərçivəsində mən ayrıca toxunacağam o məsələyə. Bir də orada vacib element var ki, ingiliscədə buna Guidance and Information Services deyirlər. Bu yəni ədəbiyyatda bu formada gedir. Təhsillə bağlı məsləhət xidmətləri, informasiya xidmətləri, bununla bağlı ayrıca danışacağıq. Bu 4 element plus əgər baxsaq formal təhsilin əlçatanlığının təmin edilməsi ömür boyu təhsil infrastrukturunun belə deyək də alətləridir. İndi ayrı-ayrılıqda baxsaq, maraqlı bir sual, məsələn, biz ömür boyu bu milli kvalifikasiya çərçivəsində baxanda həmişə görürdük ki, sual yaranır ki, tədqiqatımızda da bunu gördük. Bu ötən müddət ərzində tam da işlək bir sənədə çevrilməyib. Bu da normaldır, çünki nəyə görə? Çünki bu sənəd kommunikasiya məqsədli sənəddir. Kommunikasiya məqsədi nə deməkdir? Bu sənədin özündə də qeyd olunduğu kimi, bu sənəd Azərbaycanın cari qanunlarına əsasən
qanunvericiliyi üçün hazırlanmışdır və onun məqsədi kvalifikasiya sistemi haqqında məlumatlığı artırmaqdır. Yəni sadəcə məlumat məqsədli bir sənəddir ki, bizim hansı kvalifikasiya səviyyələrimiz var və onların məqsədi nədir? Məlumat məqsədli sənəddir. Bu sənədin işləməsi üçün ömür boyu öyrənməni təmin edən digər o infrastrukturun, bayaq saldığımız infrastrukturun digər elementləri də işləməlidir. Yəni siz biri olmamış, digərinin tam işləkliyini təmin etmək çətin olacaq. Burada əvvəlki təhsilin tanınması da olmalıdır. Bizim Azərbaycanda əvvəlki təhsil artıq son illər ərzində qeyri-formal və informal təhsilin tanınması üzrə mühüm işlər görülür. Amma bu işlər hazırki mərhələdə yalnız ilkin peşə təhsil səviyyəsini əhatə edir. Yəni siz bilik və bacarıqlarınızı sübut eləyə bildikdə, onlar təsdiqini tapdıqda sizə ilkin peşə kvalifikasiyası verilir. İlkin peşə təhsili kvalifikasiyası verilir. Digər təhsil səviyyə və pillələrini elə bu proses əhatə eləmir. Kredit sistemi də bayaq qeyd etdiyimiz kimi bu sadəcə bakalavr, magistr, ali təhsilin bakalavr, magistr səviyyələrində və orta ixtisas və yüksək texniki peşə səviyyəsində var. Bu da tam hələ tətbiq olunmur. İnformasiya, məsləhət və məsləhət istiqamətinə gəldikdə, bunlar Azərbaycanda bu istiqamət var, amma Azərbaycanda bu istiqamət əsasən hazırda peşə yönümlüdür. Yəni peşə yönümlü məsləhət xidmətləri var, amma ədəbiyyatda siz nəzərdə tutulan xidmətlər təhsil yönümdədir. Onun üçün də nədir? Məsəl üçün deyirəm də, siz müəyyən baza toplanmısınız, qeyri-formal təhsil əldə etdiyiniz biliklər var, informal təhsil vasitələri əldə etdiyiniz biliklər var. Siz indi baxırsınız ki, mən hansı təhsil trayektoriyası ilə gedim? Bu bilik, topladığım bu bazanı nəzərə almaqla mən gedim özümə daha bir peşə təhsili səviyyəsi rəsmi kvalifikasiyasını alım, yoxsa gedim ali təhsilin bakalavriat səviyyəsini, hansı mənə daha düzgündür? Mənim əvvəlki backgroundum nəzərə alınmaqla. Məsəl üçün, bununla bağlı Çindən gözəl bir nümunə gətirilir. Çin Akademik Kredit Bankı deyə bir sistem yaradıb. Çin Açıq Universiteti tərəfindən internetdə də bununla bağlı məlumatlar var. Bu məsələn orada bir nümunə gətirilir ki, bir post işçisi peşə kvalifikasiyasına yiyələnmiş bir şəxs həmin adam müəyyən topladığı kreditləri, o hansı ki Akademik Kredit Bankında bunların qeydiyyatı aparılır da, aparıb tanıtdırıb, yəni tanınıb bu kreditlər və həmin adam artıq ali təhsil pilləsində 3 dənə, orada sadlanır hansı kurslardır, 3 dənə ixtisasdan azad olunub, 3 dənə fəndən azad olunub. Yəni bu adam artıq bayaq dediyimiz şeyə nümunə olaraq müəyyən aldığı fənlərin sayı azalıb. Hazırda Azərbaycanda və dünyada ali təhsil vasitəsilə ömür boyu öyrənmənin təşviqi hansı mərhələlərdən keçir? Ədəbiyyata baxdıqda bununla bağlı araşdırma aparılıb Avropa Universitetlər Birliyi Assosiasiyası tərəfindən ki, bəs bu hansı fazalardan ibarət olur? Burada 3 əsas faza var. Adaptasiya mərhələsi, bunu mən özüm tərcümə eləmişəm, çünki ingilis dilində bu gedir. Adaptation stage, organizational stage and cultural stage. Adaptasiya mərhələsi, təşkilati inteqrasiya mərhələsi və təşkilati mədəniyyətə inteqrasiya mərhələsi. Adaptasiya mərhələsində hansı özəl onun xüsusiyyətləri var? Adaptasiya mərhələsində universitetlər görürlər ki, belə bir yanaşma var və əsasən qısa müddətli kurslar vasitəsilə başlayırlar bu bazara, bu marketə daxil olmağa. Burada əsas, amma ömür boyu öyrənmənin təşviqi ilə bağlı hər hansı bir gələcəyə yönəlik bir baxış yoxdur. Yəni daha bayaq dediyimiz kimi də bunu əsasən bərabər əlavə təhsilə, onların fikrində ömür boyu öyrənmə hansısa bir qısa müddətli kurslardır, əlavə təhsil proqramlarıdır. Bu bunun birinci mərhələsidir və bu mərhələnin ən böyük özəlliklərindən biri odur ki, bu əsasən universitetin ənənəvi fəaliyyət istiqamətləri var, bu bakalavr proqramları, magistr proqramları, tədqiqat fəaliyyəti onlardan təcrid olunmuş formadadır. Hər hansı bir ola bilsin bir mərkəz yaranılıb, bir bölmə yaradılıb və bu bölmə vasitəsilə dediyimiz o kurslar, proqramlar təklif olunur. Yəni dediyimiz o geniş baxış yoxdur ki, biz bunu necə inteqrasiya eləyək. İkinci mərhələ, bu artıq daha belə deyək də yuxarı mərhələdir. Bu təşkilata inteqrasiya olunur. Artıq müəssisə bu mərhələdə ömür boyu öyrənməklə bağlı konkret hədəflərini qoyur. O baxır, görür ki, ömür boyu öyrənmə bizim strateji hədəflərimizə müəssisə olaraq, ali təhsil müəssisəsi olaraq necə kömək olacaq çatmağa, harda bu birləşir bizim məqsədlərimizlə və bu başlayır ənənəvi fəaliyyət istiqamətlərinə inteqrasiya olunmağa. Artıq hansısa bir təcrid olunmuş formada buna baxmırlar da. Üçüncü mərhələ isə bunun daha belə advanced mərhələsi sayılır, daha ali mərhələsi sayılır. Artıq bu təşkilati mədəniyyətə hopub. Bu nə deməkdir? Yəni artıq universitet başa düşür bu fəlsəfə nədir? Yəni bunu bərabər tutmur hansısa bir dar bir anlayışla. Və çalışır ki, daim bu
baxışı təşviq eləsin. Əsas məqsəd odur ki, öyrənən şəxslərə müəssisədə yaxşı şərait yaradılsın ki, onlar həm təhsil əlçatan olsun, həm də ki, onlar gəldikdən sonra həqiqətən də öyrənənlər o zəruri dəstək mühitində olsunlar və təhsili qoyub getməsinlər. Bununla bağlı bir məqamda deyim sizə, amma bu o qədər də rahat deyil. Çünki ali təhsil müəssisəsində ali təhsil müəssisəsində ömür boyu öyrənmənin təşviqi təkcə ali təhsil müəssisəsindən asılı deyil. Burada daxili amillər var, xarici amillər var. Xarici amil nədir? Bu müəssisələr yəni müəyyən qanunvericilik çərçivəsində fəaliyyət göstərir. Onların müəyyən muxtariyyatı var. Yəni onların belə deyək də müəyyən bir mühitdə fəaliyyət göstərirlər. Hansı ki, qəbul qaydaları tənzimlənir, normativ aktlar var, təhsillə bağlı və s. Bir də var müəssisənin özündən asılı olan faktorlar. Bunlar nədir? Daxili keyfiyyət təminatı sistemləri, tələbə dəstək xidmətləri, universitet daxilində təlim və tədrisin təşkili prosesi, hansını ki, həyata keçirmək ali təhsil müəssisəsinin özündən asılıdır. Yəni, ali təhsil müəssisəsi özü istəyəndə bunu eləyə bilir. Məsəl üçün, dərsin axşam olmağı və yaxud həftə sonu olmağı, günorta olmağı, bununla bağlı bir məhdudiyyət yoxdur. Amma məsəl üçün, qəbul qaydaları ölkədə normativ aktlarla tənzimlənir. Bəzi dəyişikliklər müəssisə özü edə bilər. Məsələn, əgər biz belə baxsaq, əgər bayaq dediyimiz məsələyə qayıtsaq o baxışa, ali təhsil əlçatanlığının artırılması bu təkcə ali təhsil müəssisəsinin özündən asılı bir şey deyil. Burada normativ aktlar da buna icazə verməlidir. Amma daxili faktorlara gəlsə ki, hansı ki, ali təhsil müəssisəsinin özündən asılıdır, təlim və tədrisin təşkili, daxili keyfiyyət təminat sistemlərinin qurulması, bu işə götürənlərin həmişə deyilir, işə götürənlərin bu təhsil proqramlarının hazırlanmasına cəlb olunması, burada artıq ali təhsil müəssisəsi öz təşəbbüsləri ilə prosesləri reallaşdıra bilər. Bu məsələ də vacib bir məqamdır. Bizim orada toxunduğumuz digər bir məsələ də bu ömür boyu öyrənmənin hansı məsələlər fonunda təşviq olunmasıdır. Qeyd etdiyimiz kimi ömür boyu öyrənmə əsasən iqtisadi məsələlər fonunda təşviq olunur. Xüsusilə Azərbaycanda bilirsiniz də bu kadr çatışmazlığı problemləri var. Bizim dövlət yanaşmaları strategiyalarına da baxsaq görərik ki, Azərbaycan 2030-da kimi milli prioritetlər, sosial-iqtisadi inkişafa dair dövlət proqramında da əsasən ömür boyu öyrənməyə istinadlar əmək bazarı fonundadır. Rəqəmsal iqtisadiyyata keçid, bilik iqtisadiyyatına keçid, yüksək rəqabət qabiliyyətli insan kapitalının yetişdirilməsi. Yəni əsasən iqtisadi problemlər fonunda, iqtisadi prioritetlər fonunda. Amma bu təkcə elə olmaya bilər. İnsan burada bir vətəndaşlıq tərbiyəsi ola bilər. Bəzi ölkələrdə ömür boyu öyrənmə iqlim dəyişikliyinə öyrəşmə problemlərindən qaynaqlanır. Yəni bu məqsədlər təkcə insanın məşğulluğuna xidmət etməyə bilər.